20-25 aprel tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində ilk dəfə keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Azərbaycan Dövlət Rəqs Ansamblının Mənim Azərbaycanım adlı konsert proqramı təşkil olunub. Aprelin 22-sində Abdulas Maldıbayev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrında keçirilən təntənəli musiqi axşamı Azərbaycan Respublikasının Mədəniyyət Naziri Adil Kərimli, iki ölkənin mədəniyyət xadimləri, milli rəqslərimizin sorağı ilə 99 yaşlı teatrın 850 nəfərlik zalında boş oturacaq qoymayan Bişkek sənətsevərləri izləyiblər. Ansambl ilk olaraq Mənim Azərbaycanım adlı möhtəşəm rəqs nömrəsi ilə tamaşaçıları salamlayıb. Sonra kollektiv Qavalla rəqs, Qazaxı, Yaylıqlarla rəqs, Nağaraçılar, Şalı-şalı, Qaytağı, Toy, Qılıncdar, Ağ Çiçəyim, Çayçı rəqsləri ilə tamaşaçılara unudulmaz anlar yaşadıb. Ansambl milli rəqslərimizin təntənəsinin yaşandığı gecəyə vətən rəqsi ilə yekun vurub. Böyük məharətlə ifa olunan rəqs hər yaşdan tamaşaçılara ayağa qaldırıb. Yerbəyerdən salonu bürüyən bravo nidaları Azərbaycan incəsənətinin onlarla ölkənin möhtəşəm konsert salonlarında olduğu kimi Bişkeklərin də könlünü vəcdə gətirdiyinin təsdiq olub. Tamaşaçılar sənət ocağından unudulmaz təəssürat və mədəniyyətimizə böyük rəğbət duyğusu ilə ayrılıblar. Qeyd edək ki, Azərbaycan Dövlət Rəqs Ansamblı 1970-ci ildə yaradılıb. Ötən 55 ildə kollektiv ABŞ, Yaponiya, İtaliya, Fransa, Avstriya, Almaniya, Portuqaliya, İspaniya, Norveç, İsrail, Tunis, Əlcəzair, Türkiyə, Hindistan, Nepal, İsveçrə, Çin, İraq, Vyetnam, Mərakeş, Meksika, Braziliya, Kuba, Cənubi Koreya, Belçika, Səudiyyə Ərəbistanı habelə keçmiş SSR məkanında parlaq ifası ilə milli rəqs sənətimizi layiqincə təbliğ edir.